balıq alıb əlində gedir bir nəfər. İmam Sadiq əleyhissalam baxır, deyir ona ki, bu necə tərzdə getməkdir? Sən mənim sevənlərdənsən, balığı əlində tutub gedirsən. Deyir, ağa özünüz buyurmusunuz ki, evə əl boş getməyin, mən də balıq almışam. Deyir, almısan, yaxşı eləmişsən, onu bir şeyə böyük, iyi qoxusu aləmə yayla getmə. Bizi biabır elirsən axı. Dilə deyib, bu da İmam Sadiqi sevən adam, onun tərəfdarı. Kunu lənə zeynən, bizim üçün zinət olun deyir. Bəzək olun, bizi bəziyin, bizim başımızı aşağı eləməyin. Bir dəstə insan toplaşıbsa bir yerə, orada sən varsan, mən varamsa, gəl onun xidmətçisi mən sən olum. Oturmayaq ki, gəlsinlər mənə. Oyla seçilək ki, xidməti mən götürüm boynuma, biz götürək boynumuza. Cəmiyyətin yükünü sən götür boynuna, dindarlıq budur. Dindarlıq bu məsələdə özünü göstərməlidir.